ABŞ-İsrail-İran müharibəsi davam etdiyi ərəfədə Azərbaycan humanitar missiyasına sadiqlik nümayiş etdirir. Gün ərzində Astara sərhəd gömrük keçid məntəqəsində vətəndaşların təxliyəsi davam edir və hazırda Astaraya bağlanırıq. Əməkdaşımız Cavid İmam Əliyev bizimlə birbaşa bağlantıdadır Astaradan və ən son informasiyaları bizə Cavid danışacaq. Hər vaxtınız xeyir Cavid. Buyurun, eşidirik sizi. Salam Vəfa, hər vaxtınız xeyir. Bəli, ABŞ və İsrailin İrana zərbələri ilə bağlı İrandan Azərbaycan və digər ölkələrin vətəndaşlarının təxliyəsi prosesi davam edir. Biz də hazırda Astara sərhəd gömrük keçid məntəqəsindəyik və 28 fevral səhər saat 08:00-dan indiyənə qədər 82 Azərbaycan vətəndaşı İrandan ölkəmizə təxliyə olunub. Bundan əlavə Çin, Qətər, Braziliya, Səudiyyə Ərəbistanı, Tacikistan, Pakistan, Hindistan da daxil olmaqda ümumilikdə 110-dan çox əcnəbi vətəndaş İrandan ölkəmizə təxliyə olunub. Hətta qeyd edək ki, dünən gecə saatlarından etibarən 38-ə yaxın Rus vətəndaşı da ölkəmizə təxliyə olunub və Rusiya media orqanları 500-ə yaxın Rus vətəndaşının İrandan təxliyə olunacağını barədə məlumat verib. Bildirilib ki, Azərbaycan aralarında biznes nümayəndələrinin də olduğu 500-ə yaxın Rus vətəndaşının İrandan təxliyə olunması ilə bağlı icazə verib və Rusiyanın Tehrandakı səfirliyi Telegram kanalları vasitəsilə vətəndaşlarına müraciət edərək bildirib ki, vətəndaşlar İranı tərk edərkən iki sərhəd gömrük keçid məntəqəsindən Azərbaycan və Ermənistandan istifadə etsinlər. Bundan əlavə məlumat üçün çatdıraq ki, Serbiyalı diplomatların da ölkəmizə təxliyə olunması planlaşdırılır. Bu barədə Serbiya prezidenti Aleksandr Vučić məlumat yayıb. O həmçinin qeyd edib ki, Serbiyalı diplomatlar ölkəmizə müvəqqəti təxliyə olunacaq və müəyyən müddətdən sonra yenidən İrana qaytarılması planlaşdırılır. Və bəli, biz hazırda Astara sərhəd gömrük keçid məntəqəsindəyik. İndiyənə qədər 82 Azərbaycan vətəndaşı və 110-dan çox əcnəbi vətəndaş ölkəmizə təxliyə olunub. Burada təxliyə olunanlar üçün hər bir şərait yaradılıb. Uzaq yol gələnlərdən, soyuqda qalanlar üçün isti çay süfrəsi təşkil olunub. Fövqəladə vəziyyət üçün hər bir şərait yaradılıb. Təcili tibbi yardım maşınları da ərazidədir. Və gün ərzində Serbiyalı diplomatların, Rus vətəndaşlarının və digər ölkənin vətəndaşlarının ölkəmizə təxliyəsi gözlənilir. Məndən çatdıracağım bu qədərdir Vəfa. Söz yenidən sizdədir. Təşəkkür edirik Cavid, çox sağ olun ətraflı məlumata görə və